Tərkibindən, yəni biokimiya bölməsindən danışacağıq. Vaxt itirmədən keçək dərsimizə. Deməli, hüceyrənin kimyəvi tərkibi. Hüceyrənin kimyəvi tərkibindən danışanda deyirik ki, canlı təbiət üçün səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur. Yəni, bu o deməkdir ki, atom səviyyəsində canlı da, cansız da eyni atomlara malikdir. Amma canlı ilə cansızın biri-birindən fərqləndiyi səviyyə molekulyar səviyyədir. Molekulyar səviyyədə canlı cansızdan fərqlənir və canlının tərkibində çoxlu kimyəvi elementlər var. Bu kimyəvi elementlər, yəni 118 elementlərin 80-ə qədər canlının tərkibində var, hüceyrənin tərkibində. Bunlardan 27-si aktivdir. Aktiv funksiyaya malikdir. Digərləri isə qismən iştirak edir. Əgər kütlə payı hüceyrədə 0,1%-dən çox olarsa, həmin element makroelementdir. 0,1%-dən milyonda 1%-ə qədər olarsa, mikroelementlər hesab olunur. Burada bizə kiçik bir cədvəl verir. Mən cədvələ baxanda görürəm ki, məsələn, bunda 65%, deməli oksigen 100% makroelementdir. Və yaxud da burada onda 4%-dir, yenə 0,1%-dən çoxdur. Yenə, məsələn, kalsiyum makroelementdir. Amma sonlara doğru baxdıqda mis, sink, yod, flor. Baxırıq ki, bunlar 10.000-də 3, 10.000-də 2, 10.000-də 1% olaraq qeyd olunubdur. Yəni, 1000-də 1%-dən daha kiçikdir. Deməli, bunlar nədir? Mikro elementlər hesab olunacaq. Hansı? Sinkdir, misdir, yoddur, flordur. Mikro hesab olunacaq. Mikro elementlər hesab olunacaq. Makro elementlərə oksigen, karbon, hidrogen, azot, fosfor, kalium, kükürt, xlor və s. aiddir və bunların hər biri hüceyrədə vacib rol oynayır. Məsələn, maqnezium deyirik, xlorofilin tərkibində var. Dəmir hemoqlobinin tərkibində var, struktur komponentidir. Kalsiyumdur, fosfordur. Bunlar sümük toxumasında hüceyrəsi maddənin yaranmasında iştirak edir. Sonra bundan başqa məsələn yod trioksinin tərkibində var. Eyni şəkildə yod deməli yosunların da tərkibində var idi. Və kalsiyum qanının laxtalanmasında iştirak edən amillərdən biridir. Burada əslində kalsiyum, yəni elementin kalsiyum duzları iştirak edir qanın laxtalanmasında. Kalsiyum və duzları qanın laxtalanmasında iştirak edir. Natrium və kalium isə deməli sinir ötürülmələrində iştirak edir. Sink mədə-altı vəzi hormonu olan insulinin tərkibində var. Yod dediyimiz kimi trioksinin maddələrin maddəsi və bölünməni tənzimləyir. Sonra burada sink, misdir, flordur, koboltdur, selendir. Bunlar da mikroelementlərə aid olmuş olacaq. Burada əlavə bir də elementlər hüceyrədə müxtəlif funksiyalar yerinə yetirərək onlara dəstək funksiyası da yerinə yetirir. Yəni bu o deməkdir ki, tutaq ki bizə deyir ki, azot bitkidə nəyi təmin edir? Deyəcək ki, onun yaşıl hissələrinin inkişafını təmin edəcək. Sonra yaşıl yazaq biləkdə. Sonra məsələn kalium nəyi təmin edir? Kalium artıq kalium gübrələri, kaliumlar artıq deməli bitkinin köklərinin inkişafını, yeraltı hissələrinin inkişafını təmin edəcək. Fosfor meyvənin inkişafını təmin edəcək. Bu şəkildə elementlər bitkiyə verilərək onun müxtəlif orqanlarının da inkişafını təmin edə bilər. Bu belə. Sonra gələk, hüceyrənin kimyəvi elementləri, ionlar yaxud da maddələr şəklində orqanizmin qurulmasında iştirak edir. Məsələn, karbon, hidrogen, oksigen, karbohidrat yağların tərkibinə daxildir. Zülalda bu elementlərdən əlavə azot, kükürt, dəmir, maqnezium, yod və s. elementlər də olur. Su və natrium xlorid kimi qeyri-üzvü maddələr həm canlı, həm də cansızda rast gəlinsə də üzvü birləşmələr əsasən canlı təbiət üçün səciyyəvidir. İndi burada əlavə olaraq da bir şey qeyd edək ki, hüceyrədə kütlə payına görə ən çox deməli hüceyrənin tərkibində oksigen var. Mol miqdarına görə isə ən çox hidrogen təşkil etmiş olacaq hüceyrədə. Mol miqdarına görə. Və bundan əlavə də təbii ki, dedik ki, yəni zülalın tərkibində azot var, amma karbohidratların, yağların tərkibində karbon, hidrogen və oksigendən təşkil olunacaq. 4 əsas elementimiz var ki, canlı strukturda bu 4 əsas elementin yəni faiz miqdarı daha çoxdur. Bunlara karbondur, oksigendir, hidrogendir, azot aiddir ki, bu 4 element canlı strukturların əsasını təşkil edir. Və bundan başqa canlılar bəzi kimyəvi elementləri toplaya bilər. Məsələn, şüalılar öz tərkibində kalsiyum və stronsiumu, kökayaqlılar barium və kalsiyumu, asidlər vanadiumu, yosunlar yod elementini, qaymaq çiçəyi litiumu, su gülü isə radium elementini öz tərkibində, öz hüceyrələrində toplamaq qabiliyyətinə malikdir.
Bu hissələri oxumuruq, onsuz da düşmür. Hüceyrədə qeyri-üzvü birləşmələr. Əlbəttə ki, hüceyrənin tərkibi üzvü və qeyri-üzvü birləşmələrdən ibarətdir. Hüceyrədə qeyri-üzvü birləşmələr dedikdə su və mineral duzlar nəzərdə tutulacaq. Üzvü birləşmələr dedikdə isə əlbəttə ki, zulaldır, yağdır, ATF-dir, DNT-dir və bu şəkildə üzvü birləşmələr nəzərdə tutulacaqdır. Deməli, qeyri-üzvü birləşmələrdən su hüceyrədə öz faizinə görə həmişə digərlərini seçilir. Məsələn, sümük toxumasında 20% su var. Eyni şəkildə pi toxumasında da 20% suya rast gəlinir. Bundan əlavə, baş beynin hüceyrələrində 85% su var. Əzələ hüceyrəsində 75% suya rast gəlinir. Sonra başqa döldə məsələn 95% suya rast gəlinir ki, bunlar da test çalışmalarında qarşınıza çıxa bilər. Çünki kitabın müxtəlif hissələrində buna aid məlumatlar qeyd olunur. 95% suya rast gəlinir. Yəni qeyri-üzvü birləşmələrin faiz nisbəti bu qədər təşkil edir. Qeyri-üzvü birləşmələrdən suyun faiz nisbəti bu qədər təşkil edir. Bundan başqa su hüceyrədə hüceyrənin həcmini müəyyən edir, ona möhkəmlik verir və kimyəvi reaksiyalar üçün əsas mühit rolunu oynayır. Su proseslərinin gedişini və mühitin sabit qalmasını da təmin edir. Buna görə suyun istilik tutumu var. Bir də istilik keçiriciliyi var ki, həmin bu da mühitin sabitliyini, hüceyrənin dayanıqlılığını təmin etmək üçün əsas rol oynayır. Hüceyrədə suda yaxşı həll olan, hüceyrədə suda yaxşı həll olan maddələr var və suda yaxşı həll olmayan maddələr var. Suda yaxşı həll olan maddələrə hidrofil maddələr deyəcəyik. Məsələn, hidrosudur, filoya sevirəm deməkdir. Hidrofillərə daha çox bəzi duzlardır, sadə karbohidratlardır. Sonra bundan başqa məsələn deyəcəyik ki, hidrofil maddələrdə glikozadır, galaktozadır, fibrinogendir. Bunlar hamısı suda həll olan maddələrdir. Amma suda həll olmayan, yəni hidrofob maddələrə isə aid olacaq, deməli, su deməkdir, fobos qorxu, nifrət adlanır. Hidrofob maddələrə isə aid olacaq fibrin, mürəkkəb karbohidratlar, mürəkkəb zülallar, bunlar da yağlar, hidrofob maddələrə aid olacaq. Məsələn, xolesterindir, A, D vitaminlər, bunlar hamısı hidrofob maddələrdir, yəni suda həll olmur. Sonra mineral duzlar. Mineral maddələr canlı orqanizmin tərkibində ionlar şəklində rast gəlinir. Məsələn, natriumdur, kaliumdur, kalsium, maqni, bunlar hamısı ionlar şəklində canlı orqanizmdə rast gəlinir. Amma bəzən elə ola bilər ki, kristal şəklində də bəzi bitkiləri, məsələn, əncirin, begoniyanın, soğanın hüceyrələrində, məsələn, əncirin yarpağında, begoniyanın yarpağında, soğanın lətində, bunlar kristallik duzlar şəklində də görülə bilir. Burada çox maraqlı bir məlumat verir. Deyir, insan orqanizmində, yəni sümük toxumasında gün ərzində 700 mg kalsium çıxarılır və eyni şəkildə də 700 mg kalsium yenidən orqanizmə daxil olur. Deməli, burada da rast gəlinən 4 əsas elementdən danışılır təbii ki. Əgər kalsium miqdarı az olarsa, atmosfer təzyiqi aşağı düşdükdə orqanizm müvazinətini saxlaması üçün adi hala nisbətən daha çox kalsium tələb olunur. Qanda kifayət qədər kalsium ehtiyatı olmadığından o daha çox sümüklərdən çıxarılır. Proses normadan kənara çıxarsa, yaşlı insanlarda patologiya başlayır və mütəmadi olaraq sümük ağrılarından, pis hava şəraitindən əlaqələndirib şikayət edirlər. Burada da dedik ki, duzlardan natrium, kalium duzları var ki, məsələn, kalium duzları dedik, laxtalanmanı təmin edir və natrium, kalium duzlarının bir başqa xlorid duzları, yəni başqa funksiyası da sinir toxumalarında elektrik impulslarının ötürülməsidir. Bu şəkildə. Bu da hüceyrənin üzvü birləşmələrindən danışaq. Hüceyrənin üzvü birləşmələri karbohidratlar və lipidlər. Deməli, hüceyrədə üzvü birləşmələrə zülallar, yağlar, karbohidratlar, nuklein turşuları, vitaminlər və ATF aiddir. Bəzən üzvü birləşmələr kiçik molekul ola bilər, bəzən iri molekullu ola bilər. İri molekullu olduqda bunlara polimer şəklində olur, yəni polimer birləşmələr deyirik. Polimer birləşmələr də canlı hüceyrədə rast gəlirsə biopolimerlər adlanır. Məsələn, polimerlər kiçik molekullu birləşmələrdən, yəni monomerlərdən yaranır və bu monomerlər zincir kimi təsəvvür edirik, yəni halqa kimi bir-birini üzərək polimerlərə əmələ gətirir. Polimer maddələrə, biopolimerlərə aid olacaq, məsələn,
karbohidratlardan, nukleid turşuları, sonra aid olacaq zülallar, bunlar biopolimerlərə aiddir. Amma bunlardan məsələn götürsək, vitamin də biopolimerdir. Amma götürsək, tutaq ki, yağları artıq həmişə də testlərə düşür, yağlar artıq biopolimer sayılmayacaq. Çünki yağlarda çoxlu halqalardan ibarət deyil. Bir gliserin 3 yağ turşusundan ibarətdir. Yəni tetramel quruluşludur. Ona görə yağlar biopolimer sayılmayacaq. Qalan bütün birləşmələr isə biopolimerlərə aid olacaq. Deməli, yəni sadaladıqlarımız. Karbohidratlara gəldikdə, karbohidratlar əsas üzümü birləşmələrdən biridir. Bu birləşmələrin tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə, monosaxarit və disaxaritlər, mürəkkəb polisaxaritlər bunlara aiddir. Monosaxaritlərdən deməli, əsas xüsusiyyəti odur ki, suda asanlıqla həll olur və şirin dada malikdir. Təbiətdə ən çox yayılan əlbəttə ki, glikoza, fruktoza və galaktozadır. Və bir də dezoksiriboza və ribozadır ki, hansı ki dezoksiriboza DNT-nin, riboza isə LNT-nin tərkibinə daxil olan karbohidratdır və dezoksiribozada oksigen molekulu olmadığı halda ribozada bir dənə oksigen molekulu var. Yəni buradan bir də nəticəyə gəlir ki, riboza əslində dezoksiribozadan kütləcə daha böyükdür. Və bir də monosaxaritlərin ikisi birləşdikdə disaxaritlər əmələ gətirirlər. Məsələn, burada disaxaritlərdən saxarozadır, laktozadır, bunlar disaxaritlərə aiddir. İndi polisaxaritlər necə yaranır? Polisaxaritlər çoxsaylı monosaxarit halqalarından təşkil olunubdur. Polisaxaritlərin monomer halqaları sayartdıqca onlar suda həll olma qabiliyyəti azalır. Bir çox polisaxaridin monomeri glikozadır, yəni çoxlu glikoza molekulundan ibarətdir. Və bu glikozaların sayı artdıqca onun həm şirin dadı itir, həm dayanıqlılığı artır, həm də suda həll olma qabiliyyəti azalır. Və polisaxaritlərə aiddir nişasta, selluloza, pektin, xitin, glikogen, bunlar aiddir polisaxaritlərə. Bunlardan nişasta əlbəttə ki, deməli, fotosintez edən hüceyrələrdən əmələ gəlir glikozalar sayəsində. Selluloza eyni şəkildə hüceyrənin divarında rast gəlinir, bu bitki hüceyrələrindən söhbət gedir. Və pektin maddəsi deməli, boranın, yəni bitkilərin tərkibində var. Bunlardan çox boranın tərkibində var. Absorpsiya qabiliyyətinə malikdir, yəni ağır metalları özünə absorpsiya eləyir. Bundan başqa glikogen var. Deməli, heyvan hüceyrələrində ehtiyat qida maddəsi olaraq toplanır. Məsələn, bakteriyada və göbələklərdə də eyni şəkildə glikogen toplana bilər, əlavə məlumat olaraq deyək. Həşəratların xarici skeletini təşkil edən xitin maddəsi var. Hansı ki, bu xitin maddəsi tərkibinə azot daxil olan yeganə karbohidratdır. Burada bir dənə molekul azot var. Normalda biz azotu zülallar üçün götürürük. Yəni zülallar üçün deyirik ki, azot var. Amma xitin istisnadır ki, o karbohidratlara aid olur və tərkibində bir molekul azot var. Selluloza haqqında bir əlavə məlumat da burada yazılıb ki, selluloza deməli daha çox bitki tərkibli qidaların tərkibində var. Bunu dedik onsuz da bitkilərin tərkibində var. Və o öd yollardır, bağırsağın işidir, yəni peristaltikasıdır, keçməzliyidir. Bunların hamısının qarşısını alır və bağırsağın demək olar ki, işinə dəstək olur. Noxudun, kəpəkli unun tərkibində sellulozaya daha çox rast gəlinir. Karbohidratların bioloji rolundan danışanda, karbohidratlar enerji mənbəyi rolunu oynayır. İnşaat funksiyası var. Əsas funksiyalarından biridir və bitkilərdə məsələn hüceyrə divarının əsasən sellulozadan təşkil olunubdur. Bu da onun inşaat funksiyasına aiddir. Və bir də əlavə olaraq burada bir şey qeyd edək ki, burada nə yazılıb hələ? Pambıq lifi tamamilə sellulozadan ibarətdir. Göbələk və bəzi heyvanlar hüceyrəsində xitinə də əlbəttə ki, rast gəlinir də. Heyvan hüceyrələrin xaricidir, göbələyin də yəni şəkildə hüceyrə divarıdır ki, xitin var. Və bir də deməli karbohidratlar tənzimləyici rolu da oynaya bilər. Necə? Bəzi bitkilərdə karbohidratlar hormonların əmələ gəlməsini iştirak edir. Ona görə karbohidratların tənzimləyici rolunu da biz götürəcəyik. Heyvanlar üçün yox, amma bitkilər üçün götürmək olar. Lipidlərə gəldikdə, suda həll olmayan üzvü birləşmələrdir. Bütün heyvan və bitki hüceyrələrinin tərkibinə daxildir. Deməli, lipidlər deyəndə ağlımıza yağ gələcək. Yağlar deməli, hüceyrənin 5-15%-ni təşkil edir. Pi toxuması hüceyrəsində 90%-ə qədər lipid var. Və hüceyrələr, deməli, bu hüceyrələr heyvan dərinin altında, süd vəzlərində və piyliklərdə olur. Lipidlərə bundan başqa aiddir AD vitaminləri, cinsiyyət hormonları,
cinsiyyət hormonlara aid olacaq lipidlər, yəni lipid tərkiblidir. Ona görə də biz indi bu xüsusiyyətə baxanda deyəcəyik ki, lipidlər onsuz da bilirik ki, məsələn, karbohidrat 17,6 kilojul enerji verir parçalandıqda. Lipid isə 38,9 kilojul enerji verir. Karbohidratdan yəni daha çox enerji vermə qabiliyyətinə malikdir. Ona görə lipidləri energetik funksiyası var deyəcəyik, inşaat funksiyası var deyəcəyik. Bundan əlavə də cinsiyyət hormonları da lipidlərə aid olduğu üçün lipidlərdə də tənzimləyici funksiya var deyəcəyik. Lipidlərin tərkibinə əlbəttə ki, yağlar aiddir dedik. Yağlar da müəyyən temperaturda böhran temperaturuna çatır. Yəni yağ daha kanserogen maddələr çevrilməyə başlayır. Ən dözümlü yağ, yəni böhran temperaturu ən yüksək olan yağ zeytun yağıdır. Bunu da yadda saxlamaqda fayda var. Lipidlərin bioloji roluna dedik, enerji mənbəyidir əlbəttə. Parçalananda 38,9 enerji verir, temperaturun tənzimlənməsində iştirak edir, dəraltı pH-ını əmələ gətirir və bir də bəzi deməli səhra heyvanlarında, quraqlıqda yaşayan canlılarda yağlar ehtiyac su mənbəyi rolunu oynayır. Məsələn, dəvələrdə bilirik ki, hürgücləri yağlardan ibarətdir. Və 1 kiloqram yağ oksidləşəndə, yəni parçalananda 1,1 kiloqram su əmələ gəlir. İnşaat funksiyasını dedik. Bundan başqa da tənzimləyici funksiyasını da qeyd etdik. Gələk zülallar və onların quruluşuna. Deməli, zülalların quruluşuna keçmədən öncə çox istəyirəm ki, zülallar haqqında geniş danışaq və ondan sonra zülalları